Gecə saat 22 radələri 3 nəfər piyada yolu keçməyə çalışır. Sürətlə hərəkət edən avtomobili görən 2 piyada dayanır. 3-cü piyada isə qaçaraq yolu keçməyə çalışır və hadisə baş verir. Hadisə dünən saat 22:00 radələrində burada baş verib. Xətai rayonu Məhəmməd Hadi 76 ünvanında. Görüntülərdən də aydın olur ki, piyadanı avtomobil orada vurur və yolun əks istiqamətinə atır. Xəzər xəbərin əldə etdiyi görüntülərdən aydın olur ki, sürücü olduqca sürətlə hərəkət edir. Elə buna görə də zərbə güclü olur və vurulan qadın havaya qalxaraq qarşı yola düşür. Sürücü isə avtomobili bir neçə saniyə saxlayaraq əraziyə baxır və elə sürətlə də oradan uzaqlaşır. Sürücünün hadisə vaxtı sərxoş olduğu da iddia edilir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirilib ki, martın 31-i saat 23 radələrində Xətai rayonu ərazisində paytaxt sakini olan 45 yaşlı qadın piyada naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini 31 yaşlı Şamxal Şirinov idarə etdiyi avtomobillə birgə saxlanılıb. Qəza ilə bağlı Xətai rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Sürücünün həmin vaxt sərxoş olub-olmaması da araşdırılır. Təbibə göndərdiyimiz sorğuya isə cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu ərazisindən axşam saat 22:50-də piyada vurma səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Təcili Tibbi Yardım Briqadası tərəfindən 45 yaşlı şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Aytən Fehruz Səbuhi Mustafayev, Xəzər xəbər.